Hamiləliyin 5-ci həftəsində artıq ürək-damar sisteminin formalaşması başladığı bir həftədir. Bu damarlar formalaşır, örək pulsasiyası əmələ gəlməyə başlayır, hansını ki biz ultrasəs müayinədə 6 ilə 7 həftə arası görürük. Dölün ölçüsü 3 millimin üstündə olduqdan sonra biz artıq ultrasəs müayinəsində onun ürək döngüsünü görə bilərik. Amma əslində 5 ilə 6 həftə arasında döl formalaşması baş verir. Bu həftələrdə bol maye içmək, siqaret və alkoqol istifadə etməmək və fol turşusuna davam etmək məsləhətdir. Bu həftədə artıq həkiminizə müraciət etməlisiniz. Çünki hamiləlik uşaqlığın içindəmi, borudamı, onu ayırd etmək üçün ilk ultrasəs müayinəniz olunacaq. Analizləriniz yoxlanılacaq. Qan analizi, CD analizi, hormonlar, vitaminlər, əksik olan və yaxud da norma xaric olan bir göstəricilər varsa, ona görə müalicəniz yazılacaq.